Salam, hər vaxtınız xeyirli olsun dəyərli izləyicilər. Bizim bugünkü mövzumuz texnologiya 1-ci sinifdən dərs 5. Süfrənin bəzədilməsi mövzusudur. Gəlin baxaq. Aşağıdakı süfrələr bir-birindən nə ilə fərqlənir? Sizcə bu süfrələrin hansı nə zaman hazırlanır? Gəlin baxaq uşaqlar. Uşaqlar, birincisi görürük ki, yağ, pendir, qatıq, yumurta və s. çay və s. var. Uşaqlar, bu normalda səhər yeməyi olur. Yəni daha çox səhər istifadə edilir. İkinci şəkildə şorba, salat, kotlet. Bunlar isə daha çox uşaqlar günorta və axşam yeməyi üçün nəzərdə tutulur. Üçüncü yeməyə baxırıq. Balıq, salat və s. və s. Uşaqlar, bu da normalda yəni axşam üstü yeməyi olur. Yəni 6 civarı. Yəni belə. Dördüncü şəkildə də daha çox kruasan, eyni zamanda müəyyən bir tort dilimi və s. və çay. Bu isə uşaqlar normalda saat 11-12 aralığı olur. Yəni məsələn birinci şəkil 8 yeməyidir, yəni səhər yeməyidir. İkinci şəkil daha çox 2-3 yeməyidir. Üçüncü şəkil daha çox 6-8 arası yeyiləcək yeməkdir, gecə vaxtı, axşam vaxtı. Dördüncü şəkil isə daha çox saat 11-12 aralığı yeyilən, yəni içilən çay fasiləsi zamanı edilən yeməkdir. İkinci şəkil, şəkildəkilərin köməyi ilə səhər süfrəsini hazırlayın. Gəlin baxaq. Gəlin səhər süfrəsinə nələr əlavə oluna bilər, onu deyək. Nöqtə qoyduqlarım onlardır. Birinci, deməli, kompot. İkinci, qayğanaq. Üçüncü, simit. Dördüncü, çörək. Sonra çay. Sonra meyvə suyu. Əlbəttə ki, salfet və tabak, yəni boşqab olmalıdır. İndi bilmədim bu nə qabıdır. Hər halda bu pendir yağ qabıdır uşaqlar. Yəni pendir yağı da səhər yeyiləcəklər sırasına daxildir. Bəli, bu qədər uşaqlar. Məhz elə bunlar. Bir də burada stakanı götürməliyik ki, həm çay. Stakanı götürməliyik. Nə olmalıdır? Stakan meyvə suyu üçün. Buradan da belə deyim, fincan da çay üçün istifadə olunacaq. Belə uşaqlar, yəni hazırlaya biləcəyimiz süfrə bundan ibarətdir. Sonra növbəti hissəyə keçək. Səhər süfrəsi üçün verilmiş nümunələri uyğun ərzaqlarla birləşdirin. Gəlin baxaq. Birinci, gəlin nəzər salaq. Yumurta belə yumurtaya aid olacaq. Burada bayquş görürsünüz. Bu bayquş almaya aid olacaq. Burada görürsünüz də bu üzüm kimi bir şey gəlib aid olacaq bura. Və eyni zamanda armuda aid olacaq. Dördüncü gördüyünüz bu ev isə aid olacaq nəyə? Gəlin baxaq görək nəyə aid olacaq. Öncə pendirə aid olacaq. Sonra isə buraya aid olacaq. Hə uşaqlar, bir də yadımdan çıxmamış bir şey də deyim. Bunun ayaqları və gözləri də kökə aiddir. Başa düşdünüz belə. Sadəcə burada boş qalan xiyar və pomidor oldu. Qalan hamısından istifadə edildi. Süfrəni öz zövqünüzlə bəzəsəniz daha fərqli və gözəl görünər. Bəli, əlbəttə ki, onda həm də yemək təəssüratınız və özünüzə olan sevginiz də daha çox artmış olar. Belə uşaqlar, bu günlük bu qədər. Ümid edirəm bəyənərsiniz. Sağ olun, salamat qalın. Gələn dərslərdə görüşərik. Sonunda kanala abunə olmağı unutmayın ki, növbəti videoları qaçırmayasınız. Hələlik.